Değerli izləyicilərimiz, yenə Ağdam rayonu, yenə Yüzbaşılı kənd sakinləri, yenə Polad Zeynalov və yenə Abbasov Tahir Sabiroğlu müəllim. Gələn məktublar onu qeyd edir ki, hal-hazırda orada olan özbaşınalıq davam edir. Mən bir şey qeyd edim, burada yazılan bütün məsuliyyət ki var, bütün iddialar ki var, buna görə biz məsuliyyət daşımırıq. Onu bərbaşdan qeyd edim. Və bu bizə gələn məktubdur və eyni zamanda biz onu da qeyd edirik ki, qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Və səsləndirilən iddialarla bağlı biz istədik ki, Abbasov Tahir Sabiroğlu müəllimə zəng edək. Zəng etməməyimizin səbəbi isə mən deyirəm, hər kəsdə bəlli olsun. Abbasov Tahir Sabiroğlu müəllim bizi prokurorluğa verib ki, güya biz Abbasov Tahir Sabiroğlu müəllimə və eyni zamanda da onun direktorlarına güya hədə-qorxu gəlmişik. Hörmətli Abbasov Tahir Sabiroğlu müəllim, siz burada qeyd olunub ki, hüquqşünassınız. Siz axı məndən də yaxşı bilərsiniz. Çünki yalan ifadə vermək özü bir məsuliyyət daşıyır. Axı biz sizlə heç bir həyatda üzbəüz gəlməmişik. Mən sizə zəng etməmişəm, nə də ki, mənim kollektivimdə kimsə sizi yığmayıb və eyni zamanda sizin direktorlarınız da yığan olmayıb. Siz necə olur ki, gedib Ağdam rayon prokurorluğuna rəsmi şəkildə müraciət edirsiniz ki, bizə və eyni zamanda mənim direktorlarıma hədə-qorxu gəlir. Siz onu mənə sübut edə biləcəksinizmi? Edə bilməyəcəksiniz. Bax, deyirəm buradan, özünüzə yığışın. Mən istəmirəm başqa problemləri yaşayaq. Sadəcə olaraq olan bir şeyi danışmaq lazımdır. Cənab Prezidentin bu günlərin efir vasitəsilə çox xalqına müraciət edir ki, siqnal göndərin. Bu siqnalları mən yuxuda görmürəm. Hörmətli Abbasov Tahir Sabiroğlu, bu məktublar sizin idarəçiliyinin sıfır vəziyyətdə olmağından xəbər verir. Onu qeyd edim. Mən yenə deyirəm, eyni zamanda qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Və burada yazılan iddialar ki var, bunun məsuliyyəti bizlik deyil. Yəni, bəri başdan deyirəm, bilin. Mən sizi çox intisarda saxlamıram, dəyərli izləyicilərimiz. Mən Yüzbaşılı kənd sakinlərinin bizə ünvanladığı müraciəti diqqətinizə çatdırıram və eyni zamanda bildirmək istəyirəm ki, Yüzbaşılı kənd sakinləri Əliyeva Hüzrə Əli qızı, Nəsirov Umud Quluoğlu, Əliyev Rasim Mehdioğlu, Nəsibova Reyhan Qulu qızı tərəfindən göndərilib bu məktub. Eyni zamanda 25 orqana göndərilib. Hətta bunların içərisində Amerika Birləşmiş Ştatların prezidenti Donald Trump və eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana da gedib. Avropa Şurasına qədər bu məktublar gedib çatıb. Bu məktub tək mənə deyil, bütün adiyyəti qurumlara, Azərbaycanda o qurum qalmıyor ki, göndərilməyə. Və mən bu diqqətinizə çatdırıram həmin məktubu. Məktubda qeyd olunur, hörmətli prezident, cənab nazirlər və adiyyəti qurumlar, bildirir ki, Ağdam rayon 1-ci Yüzbaşılı məktəbində ciddi qanunsuzluqlar baş alıb gedir. Bununla əlaqədar bir neçə dəfə Ağdam təhsil sektorun müdürü Abbasov Tahir Sabiroğlu'na müraciət etmişik. Hər müraciətimizdə Tahir Abbasov rəsmi bildirib ki, həmin məktəbdə heç bir qanunsuzluq yoxdur. Bundan sonra Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinin rəis müavini Fərid müəllim həmin məktəbdə yoxlama keçirdi və bildirdi ki, bu məktəbdə ciddi qanun pozuntuları var. Fərid müəllimin qanunsuzluqlar olduğu çıxış telefonla çəkilib və diskə köçürülüb. Azərbaycan Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli plenum qərarında göstərilir ki, telefonla çəkilişlər və səs yazılmalar bütün hüquq mühafizə orqanlarında sübut kimi qəbul edilməlidir. Regionun rəis müavini bildirir ki, ciddi qanunsuzluqlar var. Tahir Abbasov hansı səbəbdən bildirir ki, heç bir qanunsuzluq yoxdur. Bunu hansı həqiqəti əks etdirir? Ağdam təhsil sektoruna Abbasov Tahir Sabiroğlu'nun müdür təyin edilməsi
hüquqi bir dövlətdə qanunla zidd təşkil edir. Təhsil haqqında qanunda göstərilir ki, rayon təhsil sektoruna o şəxs müdir təyin edilməlidir ki, onun bir neçə illər pedaqoji fəaliyyəti olmaqla ən azı 5 il məktəb direktoru işləməlidir. Tahir Abbasov bir gündə olsun jurnal götürüb sinifə girməyib. Nə də pedaqoji fəaliyyəti yoxdur. Başqa ixtisas sahibidir. Tahir Abbasovun öz ixtisası ilə uzlaşmayan bir sahəyə, yəni qanuna zidd olaraq təhsil sektoruna müdir təyin edilməsinin nəticələrindən biridir ki, rayonda təhsil bərbad vəziyyətə düşüb. Tahir Abbasovun ixtisası hüquqşünasdır. Azərbaycan Respublikasının şah qanunu olan Azərbaycan Konstitusiyasında göstərilir ki, bütün vətəndaşlar bərabər hüquqludur. Vətəndaşların söz və ifadə azadlıqları var. Tahir Abbasov Ağdam təhsilində şikayət yazanları məhkəməyə verdirir, məhkəməyə verən şəxslərin arxasında durur, onların haqq səsini boğur. Bütün bunlar hüquqi və demokratik bir cəmiyyət üçün yol verilməzdir. Möhtərəm Prezident, cənab nazirlər, sizdən xahiş edirik, bizim bu müraciətimizə biganə qalmayın. Kanal 21-in rəhbəri Fərhad müəllim, sizdən xahiş edirik, bizim bu müraciətimizi öz kanalınızda işıqlandırasınız ki, ölkə prezidenti və digər icra orqanları Ağdamdakı təhsilin bərbad vəziyyətə düşməsindən xəbərdar olsunlar. Bir daha deyirəm, bu məktubu bizə göndərən Əliyeva Hüzrə Əli qızı, Nəsirov Umud Quluoğlu, Əliyev Rasim Mehdioğlu və eyni zamanda Nəsibova Reyhan Qulu qızı tərəfindən göndərilib bu məktub bizlərə. Dəyərli izləyicilərimiz, mən bir şeyi nəzərinizə çatdırım ki, buradan bax elə Ağdam rayon təhsil sektorun müdürü Abbasov Tahir Sabiroğlu müəllimə səslənirəm. Hörmətli Abbasov Tahir Sabiroğlu müəllim, nələr baş verir? Bunlar nədir belə? Mən onu qeyd edim ki, mənim nə eyni zamanda Tahir Abbasovla, Sabiroğlu müəllimlə və eyni zamanda Polad Zeynaloğlu'la heç bir qəsdi qərəzliyim yoxdur. Mütləq onu qeyd edim. Mən adı çəkilən şəxsləri çox istəyirəm bir insan olaraq, həqiqətən. Ancaq bizə gələn məlumatda bu qeyd olunur ki, burada baş verən özbaşınalıqlar hansısa bir şəxslər tərəfindən örtbasdır edilir. Ümid edirəm ki, bu haqda ölçü götürüləcək. Mən bir daha demək istəyirəm, səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Dəyərli izləyicilərimiz, mən sonda onu qeyd etmək istəyirəm ki, bizdə səhv axtaranlara buradan səslənmək istəyirəm ki, baxın, siz işinizi şəffaf aparın, valla mənim heç kəslə işim yoxdur. Ən yaxşısı, siz bizi prokurorluğa verdiyinizə, o gedin müəyyən direktorlarınız var, yoxlamaya göndərsiniz ora-bura. Bizə çatan məlumatlarda var. Bu növbət dəfədə onlardan danışacağım. O sələm verən direktorlarınız. Gedin bir onlara deyin ki, özünüz bir şəffaf olun ondan sonra. Ondan sonra gedin haransa yoxlayın. Bu arada bir daha qeyd edirəm, bayramınız mübarək olsun. Allah'a emanet olun.